Qarabağ Sumqayıt üzərində 4-3 hesab ilə qələbə qazandı. Turun oyunları ilə bağlı o qədər də geniş danışmağı düşünmürəm. Çünki demək olar ki, turun bütün oyunlarının heç birinin əhəmiyyəti yox idi. Yəni formal xarakter daşıyırdı. Sadəcə ona deyə bilərik ki, maraqlı oyun oldu, bol qollu oyun oldu və tribunalar dolu idi. Sevindirici məqam budur. Bir-birindən baxımlı qollar izlədi. Bir məqamı mütləq qeyd etməliyəm. Ramil Şeydəyev yenə həm vurduğu 2 qolla, həm də atdığı addımla diqqət mərkəzinə düşdü. Yəni bu adam görünən o ki, böyümək istəmir, ya böyümür. Elə bir ringə çıxıb, yəni futbol meydanı ilə ringi səhv salmışdı. Ramili qoyuram bir kənara, futbol emosiya oyunlarda ola bilər, emosiyası daşdı. Yəni bu zaman-zaman dünya ulduzlarında da biz görmüşük. Baş hakimi anlaya bilmədim ki, o epizodda niyə qırmızı vərəqə vermədi? Yəni futbolçu Ramil başqa nə etməli idi? Yəni hücum çəkdi bildiyin, sadəcə vurub yerə yıxmağı qalırdı da. Yəni qırmızı vərəqə başqa necə olur? Onu anlaya bilmədim ki, bunun üçün nə lazım idi?